Ürəyin yanır. Deyirsən, yaxşı ürəyin yanır, onda döz, yaşa. Mən sənə nə məsləhət verim? Mən bilmirəm sən dünyada nə qədər yaşayacaqsan. Mən bilmirəm Allah niyə səni bununla birləşdirib. Nəyə görə birləşdirib? Bilmirəm günahın cəzasıdır, deyim istiğfar elə. Bilmirəm sən çox yaxşı insansan, Allah sənə bu məqam vermək üçün belə bir adama dözməyə səni məhkum edib. Bilmirəm. Bir ömür döz, mən bilmirəm. Bəlkə elə bundan ayrılacaqsan, ondan da betər olacaq. Allah bilir daxilində vəziyyətə uyğun qabaq o hadisələr çıxardır. Odur ki, deyəsən gerək mən bilmirəm bəzi məqamlar. Üzdə gülürsən, cəmaat elə bilirsən, tavaz döşərsən, içində o istək var, sən deyirsən ki, mənə nə olub ki, bax bunu deyirsən, bu qədər oyun baş verir. Nə bilirsən ki, zahirdən baxmaqla insanlar necədir? Düzdür, zahir bir həddəcən içərini göstərir, amma tam göstərə bilmir. Bəzən zahiri gözəlliklərin arxasında elə eybəcər mahiyyətlər gizlənir, elə çirkin mahiyyətlər gizlənir.